Salamlayıram hər birinizi. Əlbəttə qalib gəlmək istəyirdik, alınmadı. Sadəcə bəlkə daha çox davlyan yaratmaq lazım idi, bunu elə bilmədik çünki şərait belə idi. İstər-istəməz topun gedişi heç də yaxşı deyil idi. Yəni, həm suyunu örtük, hava şəraiti, sulamada da problem oldu. Su vuranlar deyir, evə getmişlər, yox idilər burada meydançanı sulamağa. Ümumən belə futbola işləri qurtarmışdı deyir, iş saatları. Sadəcə futbola belə deyək də əks olan hər şey var idi. Həm vaxt keçirmək, həm ümumən də belə, yəni niyə bunları deyirəm? Sadəcə yəni ona görə yox ki, biz qalib gəlmədik. Ümumən belə şəraitdə futbol oynamaq fikirləşmir ki, rahat deyil. Futbolçuların üzərinə gediləsi bir şey yoxdur. Çünki sən istəyirsən topun sürətini artırmağa alınmır. Sən istəyirsən oyun dayanmasın, mümkün deyil. Bir qapçı gecikir, bir qapçı yatır, bir oyuncu yıxılır, biraz da hakim də yəni onlara qoşulmuşdu, belə deyək. Sadəcə oyun belə oturub gözləyirdim ki, nə vaxt qurtaracaq oyun, nə vaxt bitəcək. Buna görə belə bir o qədər də deyiləcək bir fikir yoxdur. Azərə onlar razılayıram, Gəncə komandasına onlar razılayıram. Sadəcə yəni belə deyək də futboldan həzz alınacaq bir şey yox idi. Olur oyunlar, məğlub olursan, bərabərliyə qalırsan. Amma oyunda mübarizə, oyunda dinamika, oyunda sürət bunlar olur. Amma bugün deyiləcək bir şey yoxdur və bir də ki deyə bilərik ki, bu qədər gol epizodu oldu, istifadə edilmədik. Yəni, bunlar hamısı texniki səhvlər idi. O da meydança amili də burada böyük rol oynayırdı. Bu qədər. Başar? Buyur. Roman bir şey sağlam oldu. Denize fiziski istədiğini sulamadılar. Teknik işlər, o məsləhəti kimi dərdir. Kərbəzin yoxsa o şəhəslə görünün əməkdaşlar? Bilmirəm, sadəcə mən fikirlərimi bildirdim ki, yəni biləsiz ki, bu oyunda topun da belə zəif də getməsi, ümumiyyətlə yəni belə oyun sönük oyun olmasında təsiri var idi. Şimdi sualın İslam Komitəsinin qərarına bağlıdır. O qərar sizin oyuna hazırlıq qurmağınıza nə dərəcədə təsir edir və ümumiyyətlə qərar barədə fikirləridir? Sən çox istəyirdin, Rəşad, ki, Qarabağdan bir 3-4 oyuncu qırmızı verilsin oldu. Mən istəmirəm, sadəcə obyektiv yazmışam. Obyektiv hər bir insanın fikri olar, yəni sadəcə ümumiyyətlə çox yazıldı bu barədə. Mən bilirsiniz, ümumiyyətlə yəni, nə hakimlərə, nə ümumiyyətlə verilən qərarlara qarşı çıxmaq istəmirəm. Sadəcə niyə verildi? Niyə verildi? Yəni ümumiyyətlə futbolda nizamnamədə belə bir şey yazılıbmı ki, əgər oyuncu topu alanda nəsə bir aqressiya göstərirsə ona qırmızı verilməlidir və yaxud oyuncu gedib oyuncudan baş-başa dursa ona qırmızı verilməlidir. Və həmin epizoddan əvvəl, 5 dəqiqə, 7 dəqiqə əvvəl rəqibin oyuncusu o vəziyyəti eləmişdi. Sadəcə bizim oyuncular öz yerlərində dayanmışdılar və ondan sonra benzi top alanda belə hərəkət elədi və elədi. Yəni, əksinə bu belə şeylər ümumiyyətlə yəni, azarkeşləri futbolu daha da sevdirir. Ümumiyyətlə oyunda biraz aqressiyanı artırır, azarkeşlər daha çılğınlaşırlar. Ümumiyyətlə belə hallar, yəni biz bu mübarizə oyunudur. Yəni mən gedib əgər kiməsə nəsə deyəcəmsə, mən kiminsə qarşısında duracaq, o qədər olur ki, o qədər biz derbilərdə görməmişim ki, Real Madrid, Barcelona, Galatasaray, Fenerbahçe və hansı oyunlara baxsaq, baxılsın ki, əgər gəlib o etiraz edən oyunculara qırmızı verilir, yoxsa verilmir. Yəni, Elvinə də qırmızı verildi, Musa'ya da verildi. Bəlkə Musa oğlum olmasa mən daha çox danışardım. Sadəcə Musa oğlum olduğuna görə o epizodda mənim qarşım biraz kəsir. Yəni, niyə verilməlidir qırmızı? Və 2 gün qalmış mənə əlbəttə ki, bildirildi. Yəni, planlara görə yox. Biz gəlmişik bura, mən onda yenə deyirəm ki, hər hansı bir səbəb axtarmıram. Sadəcə, yəni, niyə verildi? Niyə verilməlidir? 2 oyuncumuzu vurub yıxır. 2 oyuncumuzu yıxır, 2 oyun bizimkilərə 1 oyun. Yəni, niyə? Və hətta sizin də verilişə baxdım. Nəyə görə bunu dedim? Verilişə baxdım, Xəqani müəllim hələ dedi 5 ölçü verilməlidir. Bu birlərə sarılar doğru verilib. Amma təzədən yəni, bu fikirlər o qədər getdi ki, biz elə bir oyundan sonra həmən o məsələni qaldırdılar ki, niyə Qarabağa verilmir? Sanki elə bir Qarabağa nə olub ki, Qarabağa niyə verilməlidir? Kevinə bundan əvvəl vermişlər Neftçiyə. Mən əksinə özüm meydanda da gördünüz ki, mən özüm hansı dərəcədə etirazımı bildirdim Kevinə.
Yəni elə şeylər var ki, mən öz fikirlərimi bildirirəm, amma mən gedib durub indi oyunçu söz deməyəcəm, mən gəlib belə oynamalıyam. Məsələn, elə bir forma yarandı ki, sanki Qarabağın oyunçularına bilmirəm, belə güzəşt edirlər. Onların oyunçularını niyə vermədilər onda gəlib, hansı ki, biri gəlib Benziyanı itələdi, hansı başlayan elə o oldu, Benzi olmadı. Hələ Santos yerində yıxılıb, yəni topu alanda, Benziyə qışqıranda Santos reaksiya vermədi. Bildi ki, futbolda mübarizə topu aldı, sanki zaten başlayandan elə daftalıydı oyunçulara, başlayandan elə o qıcıqlandırmışdı. Yəni, 2 oyun bir oyun bizim oyunculara. Mən istəmərəm ümumiyyətlə, yəni hansısa bir nə rəqibin oyunçularına bizim oyunçuya qırmızı kart verilsin. O halda ki, hansı ki, əlbəttə ki, oyunçunun hansısa bir zədə alma ehtimalı var, yəni həddən artıq sərt oynayırsa. Amma durub sanki, sadəcə mən bunu niyə fikrimi bildirirəm? Bu mövzu bir həftə oldu da. 5 gün, hansı ki, qərar verilən günə kimi bu mövzu oldu. Ancaq şəbəkələrdə, ancaq televiziyada, ancaq ki, niyə Qarabağlı oyunçular, nə var idi orada? Hansı oyunda gördüm ki, oyuncular gelib özünü göstərən, hansı bir mübarizə aparan, hansı ki, söz değişməsinə gətirib onları qırmızı verirlər. Yox, durmalı bizi vursunlar. Bizdə niyə belə oldu? Mən yəni, təşəkkür edirəm hər birinə. Sadəcə, mən belə şeylərdə, yəni futbolda bunlardan danışmaq lazımdır. Bu şeylərdən danışmaq lazımdır ki, oyuncular yıxılıb. Bugünkü oyunun biz tempini götürsək bugün, ikinci hissə əla xüsusda götürsək belə, maksimum 15 dəqiqə oyun oldu. Top oyunda 15 dəqiqə oldu. Biz deyirik ki, Avropada biz 60 dəqiqə, 70 dəqiqə top oyunda olur, gəlir çempionatımızda 40 dəqiqə, 45 dəqiqə maksimum. 50 dəqiqə bəlkə hansısa bir oyunlarda, Neftçi ilə derbi oyunlarında, bəlkə Sabahla, bəlkə Zirə ilə belə olur. Qalan oyunlarda 40 dəqiqə mən nə edəcəyik biz? Gəzə-gəzə belə futbol olur, bunları danışmalı. Amma gəlib ki, elə oyuncular elə ona qırmızı, buna qırmızı, bu nə deməkdir? Yəni, mən bilsə, həm hamıya mən hörmət yanaşıram, hər birinizin fikrinə hörmət yanaşıram, amma sadəcə sanki elə bir məsələ qaldırılmışdı ki, bilmirəm, biz elə bir, nə bilim, Araz Naxçıvan futbolçularını sanki biz döymüşük elə bir, biz onları nəsə eləmişik elə bir. Sən biraz belə və maraqlısı da o idi ki, yenə deyirəm ki, hər gün onun izahı şey oldu, analizi oldu. Hər gün, bütün kanallarda. Bir dənə bilmirəm, futbol mütəxəssisi dedi ki, bəs belə nəsə bir şey oldu, yox. Ancaq elə bir ki, nəsə bir davliyəni yaratdılar, gəldi ki, oyun qırmızı verdilər. Onda hamımız elə gedək hakimlərin üstündə var, oturub orada UEFA dərəcəli hakim. Orada görmürlər, hər şeyi çox da gözəl görürdülər. Hər şey çox da gözəl. Hakim, mən təzdən baxdım, o bizim öz kameramızdan, həmin epizodu, Kəmal Murlu çox da düzgün oyunu idarə edirdi. Nə mənada, yəni o epizodu gəldi belə, həmin epizodda biri yazdı, bilməm, kamerada sivisdə görünür. Gəldi o birisində orada yazdı, gəldi bu, hamısını yazdı, hamısını yerindəcə sarısını verdi, belə, tamam, bitdi, çıxdı, getdi. Və hakimlər deməli, onda hakimlər cəzalandırsınlar. Hakimlər də qırmızı versinlər bu oyunlara görə. Niyə vermirlər? Qoy Əliyara versinlər 3 oyun, 5 oyun, qoy Kəmal Murluya versinlər 3 oyun, 5 oyun. Mən sadəcə nəyi demək istəyirəm belə, inanın ki, mənim o qədər bizim oyunlarımız oldu ki, biz məğlub da olmuşuq, nə bilim, heç də eləmişik, onda deyil. Sadəcə belə bəsit şeylər eləmək olmaz. Yəni bu cür davranmaq olmaz. Yəni mən futbolçularım deyim ki, sana danışmayayım məndə. Getməyim oyuncular, qoy bizi vursunlar, qoy bizi yıxsınlar. İnan oyunlar olub, mən oyuncunu buraxmışam ikinci hissədən oyuna, yenidən onu geri çağırmışam, geri dəyişmişəm ki, onu vurublar, onu sındırırlar. Yəni, belə oyunlarım olub mənim. Mən bir dəfə etiraz eləmişəm hakimə və yaxud nəsə demişik biz. O qədər olub ki, mən bilə-bilə oyunlarda bəzi oyuncularını buraxmamışam ki, onu sındıracaq, ki, onu vuracaqlar. 10 dəfə vururlar ayağına, 11-cidə gətirir, xəbərdarlıq edir, sonra da sarı verməz. Elə oyuncularımızla, hansı oyuncular qarşı ilə oynayırlar. Mən bir dəfə danışmışam, bunu danışmamışam. Amma gəlib mənə sadəcə qırmızı vermək istəyən verginlə, biz kimlə dedik sonra? Belə sən 5 gün sonra mənə qırmızı verginlə, bir oyun, nə oldu? Bilmirəm, belə bilsən, elə bir, nəyə görə fikirlərim deyirəm, yəni, ümumən belə qərarlara, biz hər bir qərara hörmətlə yanaşırıq. Amma bəzən fikirlərimiz də bildirməliyik ki, biraz bir vaxtında onlar, iki, niyə də, yəni, niyə verilməlidir? Yəni, mən elə qırmızı görməmişim. Hələ Xəqanı mənim deyildi ki, 5 ölçü verilməlidir, orada sizdən mübahisə edirdi. 5 ölçü belinə belə deyil,
Santosun belə vurmuşdu, tələmişdi belə. Tələ dedi, verirsə ona verilməlidir. Elvinlə Musaya sarı düzgün qəran idi. Səhv vermişəm, mən o epizoda baxdım, elə oldu. Yəni, mən ümumən, yəni, bir dənə gördüm ki, o məsələlər çox şişib, çox böyüyür. Ona görə mən öz fikirlərimi o epizodlara baxmağa başladım. CBC-də kimin gündüzün verilişidir, səhv etməmişsə. Bir dənə danışırlar elə bir, sanki elə bir nəsə biz 5 oyunçunu qırmızı verilməlidir. 5 oyunçunu sanki elə danışırdılar ki, elə bir ki, biz orada hər şey eləyən bizdik. Hansı səbəbə görə də, yəni verilməli, maraqlıdır ki, niyə verilməlidir? Səbəb nədir? Qışqırdı, benzə qışqırdı. Yəni, yoxdur elə bir şey. Əksinə belə halların olması mənim üçün xoşdur. Futbolçularım qıcıqlandırır, futbolçularım daha da agresiv eləyir. Azərkeşlər daha da agresivləşirlər. Gəlin deyən ki, yox, top alma onlar. Top aldırsa sakit dur günah. Necə olur? Biz elə Atletikaya baxsaq, Simeone'yə baxsaq, elə Simeone komandasını hər oyun 5 nəfər altına qırmızı verməlidirlər. Olmur axı belə. Elə şeylər var ki, bəzən danışmıram, sakit duram belə, amma görürəm ki, sanki özümü danışmıram da bəlkə də özümü günahkar kimi görürsünüz. Amma elə şeylər var ki, belə olmaz. Mən futboldur, mən səsimi çıxarma olmaz, qışqırma olmaz. Qol vurub, qışqırıb, tullanı gəlib, ona da versinlər qırmızı. Mən istəyirəm, çox danışma olardı, bu epizoda çox analiz eləmək olar, çünki mən tam baxmışam, o bizim öz kameramızdan hər bir oyunçunun ki, görüm hansı oyunçun mənim artıq bir hərəkət edir. Və hətta orada Yankovic hansı oyuncuya yaxınlaşır, deyir ki... Yox, Vadim Abdullayevə. Çünki Vadim Abdullayev qışqırır əvvəl orada. O gəlir, Vadim Abdullayev yaxınlaşır ki, oyunda epizod hansı, o pauza olanda. Deyir ki, sən orada qışqırdın, o da gəldi burada qışqırır, onu bildirir orada. Yəni, bütün epizodları xırdalamışım ben hamısını. Onlara qışqırmalı, bizə qışqırma olmaz. Əksinə oyuncu ondan həzz alır oyuncu ondan. Gələ deyək ki, yox, qışqırmayın. Deyəcəm, gələn dəfə elə deyəcəm ki, danışan oyuncunu özüm gəlməliyəcəm, danışmasın, sakit olmasın. Mən isə belə biraz uzun danışdım, amma sadəcə fikirlərimi bildirdim və bəlkə daha çox bildirə bilərdim, amma Yaşar mən sən sual verdin deyə elə gözümə saçılaşdım. Gözümü, səni tutdum. Bu da səbəb. Yox, aydınlaşdırılası bir şey yoxdur. Keçən dəfə İcra Komitəsində rəhbərlik bura gəlməlidir. Bəlkə də İcra Komitəsində burada keçirilmək qərarı tutulmuşdur. Ümumiyyətcə, bölgələrə getmək istəyirlər, bəzi İcra Komitələri orada keçilməyə. Ona görə bizdən xahiş edilər ki, oyunun yerini dəyişdirək ki, bu oyunu burada oynama, digər oyunu Bakıda oynama. Mən də razılıq verdim. Sadəcə sona yaxın biraz yəqin federasiyada xəbərlədilər ki, bəs rəhbərliyin nasıl bir vacib işi oldu, planında, proqramında dəyişiklik oldu, ona görə üzrlə hesab edeyim, bəs qalacaq Bakıda. Buna görə sadəcə başqa bir şey yox. Bir də siz daxillərdən çox işləyirsiniz. Bu Ramazan ayında futbolçuların oruç tutması, meydandakı performanslara nələrcə təsir edir? Siz qasmaqlarına, detallara fikir verirsiniz. Futbolçuların oruç tutmasından çox belə meydançılar təsir edir oyuncuların performansına. Yəni, onların oruç tutması... Başdakı oyunlar deyil mi? Başdakı... Yox, məncə hansı oyunda yox, əvvəlki oyunda... Bakalaqla oynarken sən daxillərdə baxabilirsiniz, fərq edin. Məncə, orada mən razı qaldım, yəqin siz də razı qaldınız bu oyunda. 90 dəqiqə meydanda demək olar ki, çox sürətli, dinamik bir oyun geçdi. Sadəcə bunlar, ümumiyyətlə, dünya futbolunu görür ki, oyunun ortasında, yarısında elə hakim saxlayır, üstadını eləyirlər futbolçular. Yəni, bu bir mədəniyyətdir. Məncə, bu var danışmaq düzgün olmaz. Hər bir halda məşqçilər, futbolçular, rəhbərlik, gözləri lazım, həkimlər lazım qədər onu kontrolda saxlayırlar ki, hər hansı problem olmasın. Ona necə olacaq? Bir ildən sonra danışarıq. Ya, indi nəsə addım atarlar. Sadəcə biz necə, bəzən fikirlərimi belə nəyə görə belə bildirirəm ki, daha da məlumatlı olasınız. Çünki kənardan baxanda
Gördük ki düz meydançadır, nə bilim, baxsan, yaşıl, bu oyuncu vura bilmədi, bu düz pas verə bilmədi, ötürmə verə bilmədi. Yəni, o qədər xırda detallar var ki, hansı ki, mən yenə deyirəm ki, yəni, Avropadakı oyunlarla bizim hələ, yəni bizim, belə deyək də, hansısa bir Avropa komandasına oyunumuz, hələ bizdən daha yüksək komandaların oyunların arasında, yəni 60 dəqiqə aşağı oyun, yəni topdan çıxmır, top yəni oyundan çıxmır. Bizim oyunda hələ 55, 60-a yaxındır. Onlar da 70, 65, yəni o dinamik o sürü. Baxın, nə qədər bizi üstələyir. Və işte o meydançalarda da yarıya düşəcəkdir, nə deyək? Əgər elə olacaqsa meydançı yarıya düşəcək, əziyyət çəkməliyik, nəyisə, belə deyək də, inkişaf etdirmək üçün nəyisə qurban verməliyik də, gözləyəcəyik. Müzakirə edirik. Biz sadəcə niyə deyilmir ki, həmişə, burada dedim, orada deməmək, yəni, belə bir şey yoxdur. Orada da müzakirə olunur, sadəcə yəqin ki, zaman lazımdır. Yəqin ki, axtarılır, sponsorlar axtarılır, ümumiyyətcə ki, vəziyyəti daha da yaxşılaşdırmaq üçün. Niyə demir ki? Şübhə ilə sual verməyin. İctimaiyyətdə belə informasiya Qurban Qurbanova adından sui-istifadə olunur. Nə mənada ki, onun fikrinə hörmətlə yanaşır və futbol camiəsini siz təmsil edirsiniz orada və bəzən elə qərarlar olur ki, biraz fərqli çıxır. Biz necə icraya komitəsi belə deyək də, 11 nəfərdən deyək də ibarət, 13 nəfərdir, ümumi hamını götürsək belə, 13 nəfərdən ibarətdir. Və bilirsiniz ki, hər qərar səsə qoyulur. Əgər 6-5 uduzdumsa, yəni qərar keçmir. Və yaxud 3, 5, 7 oldusa, yəni olur. Amma ümumən belə bütün fikirlər, yəni orada izah olunur, deyilir və kimə hansı formada qərar qəbul sonda o saya görə sonda belə qərar qəbul olunur və belə yəni. Bir daha rahat olun ki, istənilən, belə deyək, sizlərlə danışan fikirlərin hamısını yəni orada bildirilir. Üzr istəyirəm, Valentin kimi çevrilməsin. Əgər o 6 nəfərin səs verənlərdən icra komitəsi üzvlərindən 5 nəfər ya 4 nəfər qonşuluq olanlardır. Digərləri necə? Yox, o ümumən biraz doğru. Bir dəfə də olmuşdu bu söhbət, yəni o biraz yanaşma düzgün deyil. Çünki mən daha elə bildirmişəm ki, bunu ki, ora seçiliblərsə, onlar hamısının, belə deyək, səs vermə hüququ eynidir. Ona görə biraz o, bu futbolun içində olub, olmayıb, biraz bu düzgün yanaşma olmaz. Başqa sualımız var. Sağ olun.